Möhtərəm müsəlmanlar, təkrar olaraq bugünkü gündə də xatırladıram ki, insanın cavanlığında İslam'a girməsi böyük neymətdir. İnsanın cavanlığında Allah'ı tanıması büyük neymətdir. Sen bu neyməti yetərincə düşün. Milyonlarla insanın içindən Allah-u Teala səni sevib hidayət edibsə, bu neymətə şükür et. Əgər İslamda qalmaq istəyirsənsə. İbnül Qayyim rahimehullah deyir ki, əgər insan ona verilən neymət, onun üzərində davamlı olmağını istəyirsə, şükürünü artırsın. Hər şey şükürlə artır. Allah verən elmə şükür et ki, Allah Teala elmini artırsın. Muvaffaq olduğun əmələ şükür et ki, əməl sahibi olasan, əməlin artsın. Allah verən rızqıya, pula, mala, devlətə şükür et ki, malın devlətin artsın. Allah Teala nə deyir Quran-ı Kərimdə? وَلَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَدِيدٌ. Əgər siz şükür etsəniz, mən sizə verdiyimi artıraram. Əgər küfr etsəniz, inkar etsəniz, bilin ki, mənim əzabım şiddətlidir. Bu İslam neymətini tez-tez xatırlamalıyıq ki, Allah-u Teala bizi də İslamda muvaffaq eləsin. Allah-u Teala bizi İslamda sabit eləsin. Onun üçün Allah-u Teala insanların bəzilərinə qapı açır, İslamı göstərir, lakin insan o qapının ona açılmasını istəmir. Qapını örtür. Allah Teala ona haqqı göstərir, qabağına pərdə çəkir. Belə olmaq həqiqətən çox təhlükəlidir. Kimin qəlbində Allah-u Teala iman nurunu qoyubsa, istifadə etsin. Və hər kəsə Allah-u Teala bəsirət veribsə, İslamı görməyə davam eləsin. Dünyanın bərbəzəkləri, insanları zəlalətə çağıranlar sizi azdırmasın. Sizi yoldan çıxartmasın. Bu mühüm şeydir, önemli şeydir. Allah-u Teala'nın qiyamət günü öz ərşinin kölgəsində qiyamət günü heç bir yerdə kölgə olmayacaq. İnsanlar məhşərə gəldikdə günəş insanların başının üstə duracaq. Hər kəsin əməlinə uyğun. İnsanlar öz tərlərinin içində, bəziləri ağzına kimi tərin içində olacaq, boğulacaq. Həmin gündə Allah-u Teala öz ərşinin kölgəsini salacaq ora, bir yerə. Və həmin kölgənin altında 7 toplum insan olacaq. Onlardan biri cavanlığını Allah yolunda keçirənlərdir. Cavanlığını Allah yolunda keçirənlərdir. Qocalığında İslam'a girənlə, cavanlığında İslam'a girən eyni səviyyədə deyil. Allah-u Teala imanlı cavanları sevər. İmanlı tövhid əhlini sevər. Onun üçün möhtərəm müsəlmanlar, kimə Allah-u Teala bu hidayəti veribsə, ona şükür etsin. Allah-u Teala'dan muvaffəqiyyət diləsin. Çünki qəlblər Allah-u Teala'nın barmaqlarından iki barmaq arasındadır. İstədiyi qəlbi çevirər, istədiyi qəlbi isə sabit eləyər. İxlasla.com saytı tərəfindən təqdim olundu.